Sənin mən... Başlamışıq. Rekordlar. Buradaydı dostlar. Salam, xoş gördük. Bugünkü videomuz məhz təhqir, söyüş, bu anlayışlar ifadə azadlığıdır, yoxsa əxlaqsızlıqdır? Bu haqda müzakirə edəcəyik bir qədər. Elə isə mövzumuza keçid edək. Düşünün ki, taxıl tacirinin evinin qarşısında böyük bir izdiham var və siz də həmin kütlənin qarşısındasınız və çıxıb birdən-birə qışqırırsınız ki, taxıl tacirləri kasıbları aclığa məhkum edirlər. Məhkum edir. Məhz bu hərəkət Stuart Millin zərər prinsipinə görə artıq öz toxunulmazlığını itirir. Çünki siz həmin anda bu fikrinizlə hər hansı bir şəxsə və yaxud da hər hansı kütləyə zərər vermiş olursunuz. Amma misal üçün, siz bu xəbəri mətbuatda və yaxud da hansısa bir qəzet, jurnallarda çap etsəydiniz, bu xəbər o qədər də insanları hiddətləndirməyəcək və Stuart Millə görə zərərli olmayacaqdı. Yəni, bu artıq ifadə azadlığı sayılacaqdı. Çünki Stuart Millə görə təlim, təbliğat və təhrik anlayışları fərqli anlayışlardır. Məhz burada edilən davranış, yəni taxıl tacirinin önündə sizin qışqırmağınız birbaşa olaraq təhrik etmə durumudur. Və təhrik etmə durumu niyə görə problemlidir və bu ifadə azadlığı sayılmır? Çünki siz həmin anda o qəzəbli və hiddətli kütləni rasional düşünməyinə zaman tanımırsınız və həmin kütlə məntiqi şəkildə düşünmür və o anda hissləri ilə, duyğuları ilə hərəkət edir və öz zərər vermə potensialını ortaya qoyur. Stuart Millə görə məhz 4 amil var ki, bu 4 amilə baxıb biz həmin nitq haqqında fikir söyləyə bilərik. 1. Həmin fikrin məzmunu. 2. Bu fikri söyləyən şəxsin niyyəti. Bu fikrin ifadə olunma tərzi və bu ifadə olunmuş sözün səsləndirildiyi şərait. Və həmçinin burası çox önəmli məsələdir. Bu 4 amilin birlikdə qorunması çox mühümdür. Çünki bu amillərdən hər hansı biri olmasa, burada yenə də əslində ifadə azadlığının pozulması durumu mövcud ola bilər. Çünki biz bunu kifayət qədər görürük. Misal üçün, hazırda günümüzdə sosial şəbəkələrdə və yaxud da mediada, efirlərdə hər hansısa bir şəxs çıxır, klassik geyimdə, pencəkdə, qalstukda və çıxır romantik, bilgili şəkildə öz əslində təməldə, yəni o təbliğat hissəsində və yaxud da təhrik hissəsində yürütmək istədiyi fikirləri romantik fikirlərlə bəzəyir, onları kifayət qədər normal və romantik ifadə tərzində bizlərə çatdırır və biz də elə bilirik ki, bu insan həqiqətən də bizə ya nəyisə təbliğ edir, ya da bizə hansısa təlim verir. Amma halbuki bu insanın etdiyi sadəcə təhrikdir və yaxud da bizə cəhaləti sırmaqdır. Misal üçün, yəni mən ad çəkməkdən çəkinmədiyim üçün Müşfiq Ötkün, Orxan Şahbaz və s. yəni bunların sırasını çoxaltmaq olar və bu şəxslərin minvalında və yaxud da timsalında məhz mənim verdiyim bayaqki nümunə ilə birəbir üst-üstə düşürlər. Biz də Orxan Şahbaz klassik geyimdən daha çox sadə geyim üstünlüyü verir, amma bu yenə də onların fikirlərinin təhrik olduğu gerçəyini dəyişdirmir. Stuart Milldən başqa siyasət filosofu Feinbergin fikirləri də kifayət qədər bu mövzu maraqlıdır. Misal üçün, Feinbergə görə şəxsin narahatlıq keçirməyi və yaxud da əsəbləşməyi hələ ifadə azadlığının pozulması demək deyil. Yəni, bir insan mənə bir söz deyir, mən bundan narahat oluram və yaxud da əsəbləşirəm. Bu hələ o demək deyil ki, məhz həmin şəxs öz ifadə azadlığının çərçivəsindən kənara çıxıb. Çünki insanlar üçün Feinbergə görə təhqir subyektiv ola bilər və bu subyektivlik əslində fərqli olduğu üçün və hər bir şəxsdən şəxsə dəyişdiyi üçün insanların hər situasiyada narahatlıq keçirməyi hələ ifadə azadlığının pozulması demək deyil. Misal üçün, buna görə Feinberg bir nümunə verir. Hər hansı bir şəxsə görə rəhbər vəzifələrdə qadınların olması onlar üçün yol verilməzdir və onlar bu vəziyyətdən kifayət qədər narahat olurlar və yaxud da hansısa bir irqçi şəxslər müəyyən bir irqə sahib olan şəxslərin vəzifələrdə və yaxud da daha yüksək pillələrdə olmasını qəbul və yaxud da yol verilməz olduğunu düşünürlər. Amma Feinbergə görə bu düşüncələri ifadə azadlığının pozulması aktı deyil. Və ya düşünək ki, hansısa pornoqrafik məzmunlu bir
jurnal var və bu jurnalın üz qabığında bir ifadə keçir və yazılır ki, böyük hərflərlə bu jurnalda keçən fotoşəkillər və yaxud da məqalələr sizi narahat edə bilər. Mən bir subyektiv olaraq həmin jurnalı alıb almama azadlığına sahibəm, amma həmin jurnalı aldıqdan sonra bu jurnal məni narahat etdi. Bu ifadə azadlığının pozulmasıdır deyə bir iddia səsləndirə bilmərəm Feinbergə görə. Çünki mən o jurnalı almamaqda könüllüyəm. Bu mənim subyektiv düşüncəmdir və alma azadlığımdır və mən könüllü şəkildə oradan uzaqlaşa bilərdim o jurnalı görərək və əgər mən o jurnalı alıramsa, burada artıq ifadə haqqlarını və yaxud da ifadə azadlığının pozulmasına gətirib çıxarmır. Bəs Feinbergə görə tam olaraq ifadə azadlığının pozulmasını necə anlaya bilərik? Feinbergə görə 3 sual vacibdir ki, biz bu sualları araşdırdıqdan sonra bilə bilərik ki, bu ifadə azadlığının pozulmasıdır ya yox. 1. Bu təhqir nə qədər güclüdür? 2. İnsan ondan asanlıqla qaça bilərdimi? 3. Yoxsa könüllü şəkildə həmin riskə məruz qalıbmı? Amma Feinbergin bu 3 sualına da əks arqumentlər mövcuddur. Misal üçün elə bu arqumentlərdən biri də tutaq ki, siz mərkəzi parkdasınız və yaxud da hər hansı bir Nizam parkı və s. bir parkda bir çıxış görürsünüz. Oradakı çıxış edən şəxs sizin ünvanınıza qarşı və yaxud da ümumilikdə bir söyüş istifadə eləyir. Siz həmin anda Feinbergə görə oradan rahatlıqla uzaqlaşa bilərsiniz və bu ifadə azadlığının pozulması deyil. Amma bəzi psixoloqların fikrinə görə mən həmin söyüşləri eşitdiyim anda orada qalmağımı özümə məcburi hiss olaraq yerdə bilərəm və mən orada qalaraq əslində həmin şəxsin ifadə azadlığı hüquqlarını pozduğunu iddia eləyə bilərəm. Bu tənqid kifayət qədər yerində istifadə olunmuş, həm rasional, həm də psixoloji nöqteyi nəzərdən yerində kontrargumentdir. Və son olaraq istəyən şəxslərə linkini göndərəcəm. Mənim Instagram profilimə yazarlarsa, rasional.org sayının "Məhz söyüş niyə təhqir hesab olmamalıdır" adlı bir məqaləsi var. Həmin məqaləyə qısa toxunacağam və o məqaləyə cavab verməyəcəm. Sadəcə şərhləri sizə buraxacağam. Videonun şərh hissəsində fikirlərinizi bildirə bilərsiniz. Oxuyacağım, hamısını maraqlıdır. Məqalədə deyilir ki, söyüş ona görə təhqir sayılmamalıdır ki, təhqir və tənqid arasında biz tam olaraq möhkəm xətt çəkə bilmirik. Yəni misal üçün mən əslində tənqid edirəm, amma qarşımdakı şəxs bu tənqidi təhqir olaraq anlaya bilər. Misal üçün hansısa bir inanclı Məhəmməd Peyğəmbərin Peyğəmbər olduğuna inanır, iman edir və həmçinin onun Tanrı sözü gətirdiyini qəbul edir. Amma tutaq ki, bir ateist məhz həmin dinin nümayəndəsi olmadığına görə avtomatik olaraq həmin Peyğəmbərin yalançı olduğu iddiasında çıxış edir və bu əslində həmin inanclını birbaşa olaraq təhqir etməkdir. Amma bu gün heç bir inanclı bir inancsıza sən niyə inanmırsan, mənim Peyğəmbərimi niyə yalançı hesab edirsən deyə bir tənqid yönəltmir. Məhz bu kimi nümunələr orada 200 yerdə çəkilir və məqalə yazarı demək istəyir ki, təhqir və tənqid əslində bilinməzdir, subyektivdir. Buna görə biz necə tənqidi qəbul eləyiriksə, o formada da təhqiri qəbul etməli və yaxud da etməməliyik, amma bu onun ifadə azadlığını əlindən almış olmur. Bu arada dostlar, biz artıq 1000 abunəyə çatdıq. Məhz sizlərin sayəsində hər kəsə videoları bəyənən, onları paylaşan və abunə olanlara, həmçinin də olmayanlara təbii ki, minnətdarlığımı bildirirəm. Sizlərin sayəsində 1000 olduq və 10 minlərə, 100 minlərə satarıq. Və bu arada növbəti videomuz viktorinalı video olacaq. Mütləq ki, məhz kanala abunə olun ki, o videonu qaçırmayasınız. Növbəti videolara dək.